Onu görün kesin. Elşən müəllim, zəhmət olmasa bu hacı ilə təbriklə bağlı bir öz ürək sözünüzü deyin. Mən sizə daha dedim. Ben bir de danışmışam. Bir de diyeceğim. Bismillahirrahmanirrahim və bihi nəstə'in. Allah razı olsun. Yəni həqiqətən təşəkkür düşür ki, müəllimə bu qədər hörmət göstərir. Bu İslam dinində də müəllimin rolu böyükdür. Xüsusilə də biz bilirik ki, Həzrət Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, indi boyustu müəllimə. Mən müəllim olaraq sizə göndərildim. İndi Allah Peyğəmbərimiz başqa bir hədisdə buna biraz aydınlıq da gətirir. Buyurur ki, indi boyustu müəllimə utəmmimə məkariməl əxlaqı. Mən müəllim olaraq sizə göndərdim ki, əxlaqın gözəlliklərini sizə aşılayam. Quran-ı Kərimdə də Allah Peyğəmbərimizi 4 yerdə buyurur, yüzəqqihim və yuəllimumun kitəb və hikmə. 4 yerdə buyurur ki, biz Peyğəmbəri sizlər üçün tərbiyə və təlimçi olaraq göndərdik. Həm Allahın kitabı ilə, yəni hikmət elmi ilə. Həqiqətən də Cəmaləddin müəllim də o müəllimlərdəndir ki, 93-95-ci ildə biz ilk mədrəsə asılanda Quran oxuyanda Cəmaləddin müəllim bizə İslam əxlaqından dərsliyor. İslam əxlaqı da çoxlu hədislər, Peyğəmbərdən gələn hədislərin sayəsində bizə o gözəl məlumatları ötürür və eyni halda müəllimliklə yanaşı bizə burada dərs deyəndə də, tələbəliklə yanaşı bizə burada dərs deyəndə də müəllim necə olmalıdır, necə dərsə gəlməlidir, necə nizam-intizamlı olmalıdır. Biz həqiqətən Cəmaləddin müəllimdən bu gün də o elmi, o tərbiyəni, o qanun qaydalarını öyrənirik. Allah müəllimimizə can sağlığı versin. Allah inşallah Cəmaləddin müəllimi Həzrəti Peyğəmbərlə məşhur edəsin. Bu zəhməti çəkənlər vardı, təbiidir ki, hamına təşəkkürümüzü bildiririk ki, bu cürə müəllimə ehtiram edirsiniz, hörmət edirsiniz. Həqiqətən də müəllim buna layiqdir. Allah sizlərdən razı olsun inşallah. Çox sağ olun, çox sağ olun Elşən müəllim. İndi də zəhmət olmasa bizim gözəl hacımız Hacı Hamid müəllim də öz ürək sözünü. Bismillahirrahmanirrahim. Ben tüm öz ürək sözlərimi deyirəm. Zaman müəllimin həm bütün müəllimlərin boyunda böyük haqqı var. Allah ona can sağlığı versin. 100 yaşasın, sağlam yaşasın. Həmişə bu qardaşlarla yaxşı günlərdə cəm olacaq. Allah bizləri dünya və axirət, Peyğəmbər və Ali Peyğəmbərdən ayrı salmasın. İman gün olsun ki, İmam Zaman ağa zuhur eləsin, onun zuhurlar və sevgilir. Çok sağ olun, güzel adam. Çok sağ olun. Kim ürək sözünü demək istəyir, buyura bilər. Bu bir dənə xatirə olaraq qalsın. Araba buyur. Asa kapatın sen. Maşallah. Hadi seninle. Hadi seninle kapat. Buyur. Ben de yoldaşlarım, kardeşlerim adına, öz adına Allah can Sağ olun, sağlık, bereketli versin. Peygamber aleyhisselam üstadlar bağışlasın, Resulullah'ın kelamında buyuruyor ki Cealallahul enbiya muallimune lil beşer. Müəllimlik görünən boyda demək peşədir. Nə boyda sənətdir, nə boyda bəli bir dərəcə və məqamdır ki, Allah Teala onun o insanlara nəsib edir ki, onlar müəllimdir, müəllim adına sözlü əsl mənasında şərəflə, ləyaqətlə çağırırlar. Bizim Camal müəllim də inşallah o müəllimlərdəndir. Biz ona minnətdarıq, Allah ömrünə bərəkət versin. İnşallah həmişə demək onun canının sağlığı sədası, balalarının xeyri, ustası hamının qulağına. Allah sizi də var eləsin, xoş olasınız. Sağ olasın. Bu ağsaqqal da öz ürək sözünü desin. Buyur. Allah ona can sağlığı versin. İnşallah onun haşta birliğini de edelim. İnşallah, inşallah. Allah ömrünüzə bərəkət versin. Sağ olasın. Can sağlığı arzu ederim. Üstadlar, kardeşler, hamısı öz ürək sözlerini dediler. Ben de ona uzun ömür can sağlığı arzu ederim. Her zaman bu məktəbdə var olmağını arzu ederim. Sağ olasın. Toy polu ye inşallah. Oruz əmi, sən bir daha bir xatirə yarat. Canlı kokulu, Sivaslı canlı.
Nəysə buyur. Böyük kimə? Ben de bütün tebriklere koşulurum. Ben 97-ci ildən Cəmaləddin müəllimi tanıyıram. Mən hər ziyarətimdə qaydamda birinci deməli hadisələrlə gəlib məni təbrik edədim. Bir hədis var, deyirlər ki, hər bir adamın üç atası var. Biri onun atasıdır, onun qanı dünyada verildi. Çünki müəllimidir, ona babi bir həyat verildi. Allah Teala Həzreti Peyğəmbərimizi müəllim, bütün bəşəriyyətin müəllimi qərar verildi. Müəllim böyük bir missiyadır, bizim Cəmaləddin müəllim də bu missiyanı doğrudan da qoruyub saxlayır. Bizim deməli Cəmaləddin müəllim həm orta məktəbdə məktəbin müdiri olub, həm də təhsil şöbəsinin müdiri olurdu. Böyük vəzifələrdə işləyirdi. Və ilin özündə də öz müəllimlik missiyasını daşıyır. Bizim hamımızın ona böyük bir hörmətimiz, etiramımız var. Onun əxlaqı bizə bir nümunədir. Çünki bu müəllimlər ki, var məsələn, müəyyən müddət işləyəndən sonra, təqaüdə çıxandan sonra müəyyən işlərlə məşğul olur. Bu müəllim ilin özündə də öz müəllimlik missiyasını, bu vəzifəni daşıyır. Allah ona can sağ versin, uzun ömür versin. Biz həmişə onun qarşısında bir tələbəyik. Ona öyrənirik. Sağ ol. Ağa Seyir. Buyur. Ben de aziz Buyurmayın. zamanında güzel sözler demek istedim. Ben Allah size ömür versin inşallah. Allah ömrünüze bereket versin. Hayatın en güzel lezzeti olan can sağlığı. Ben size can sağlığı arzu ediyorum. Hakikaten de biz sizden, müəllimler de, biz talebeler de size gurur duyuyoruz. Allah size var etsin, Allah size can sağlığı versin. Ne kadar ki bu medresemiz yaşayır, siz de yaşayacaksınız. Allah ömrünüze bereket versin ve bir daha sizi ben tebrik ederim. Uzun ömür can sağlığı. Allah sana sağlık versin, kapıda tutuyormasın. Buyur. Təbriklərə qoşuram. Bəli. Peyğəmbərimiz sizə, onların haqqı var boynunuzda, danışmağa cürət edə bilmirəm. İcazələr olsa deyərəm, inşallah. Peyğəmbərimiz salavatullah buyurur ki, xoşbəxt olmağın 8 dənə sirri var. Onun 7-sini saxlayaq, Allah bərəkətli ömür versin, sizə də bərəkətli ömür versin, 65-də pensiyanı orada deyərik. İnşallah. Korkma, inşallah. Qeyri-məmmə burada deyirəm. Buyurur ki, xoşbəxtçiliyin bir sirri odur ki, həyatda nəfsinin müəllimi, vicdanlı şagird olasan. Bu 3 ildə sizi tanıyanda bu sirrin birini sizdə görmüşsünüz. Allah bərəkətli ömür versin. Allah sana sağlık versin. Peygamber versin. Əsakya. Allah seni var olasın. İlqar səhifəsində YouTube-da izləyə bilərsiniz bu videonu. Ben de boşalan Buyur. değilim tabii. Buyur. Ben tabii ki. Sakalım buyur. Allah 65'unu kalmış mı? Dünya Pensiyalarını tek alanlar da ben Allah'ın takdiri. Elimiz değil yaptı. Allah bilir size. Allah sana sağlık versin. Ömrümüz var. Buyurun qardaşlar. Aramda bu otaqda 2 qiymətli saat, biri bahalı, biri ucuz. Ona bir çıraq lazımdır, onun qiymətini istəyir. Müəllim də bu çıraqdır ki, o işığı yandırır və biz öz qiymətimizi bilirik. Həqiqətən biz bu şəxsi. Sizin sayınızda, həmçinin ustadlarımızın sayəsində biz öz qiymətimizi tərəzələriz. Allahdan sizə sağlıqlar deyilir. Allah nəfəsi həm bu mədrəsənin üzərindən, biz sənələ qardaşlarımız üzərindənəsir etsin. Təbrik edirəm. Allah Allah sana can sağlık versin. Toy bolu ye inşallah. O iclasdadır. Zeynep buyur. Elden kesalarınızı ben de Saklarından değerli saklarından Artık alınma vasıtadan müəllimlər elə bir sənət sahibləri bilirsən, onların sənətləri bilməyəcək. Heç vaxt olmayacaq. Çünki öyrətdiyi tələbəsinə var, ta qiyamətə qədər davam edəcək. Ona görə də Allah Taala'dan arzum edir ki, gözəl bir sənətdir ki, Allah Taala hər kəsin müəllim eləmir ki, bizimdə Peyğəmbər müəllimdə, bizim müəllimlərimiz də o alimlərdən bilər ki, həqiqətən də Peyğəmbərləri saxlarlar.
Allah'ım böyle bize fıcalarına da bir namusuna insan, hak hürmetine her günleri Allah versin. Dünyalı ağzayı hazırlıklarını rava versin. Sayıları hem dinlesin. Başka üçümüzün aziz atamızdır, değerimiz diyor ki ben Peygamber sözler, kardeşimiz de böyle Allah'tan söylemiş ki her bir insanın üç valideni varsa atası ve müellimi bir ganifesidir. Müellim hakkı o kadar böyledir ki hatta Ehl-i İslam'ın her sene var ki bir tane hazır olsa bir şey halal veya haram edilmiş, şuna kadar onun katkı var ki desin. Güzellikten başka bir şey görmemişim. Bir ata kimi qarşılaşın görmüşüm. Həmişədən bizə öz böyüklüyünü göstərdi. Arzularım budur ki, tamamıyla baştan başlayıb bütün müəllimlərimizə Allah Teala hər iki dünyalarını, İmam Hüseyin Aleyhisselam'a məşhur etsin. Həm dünyada, həm ahirətdə Allah izzətli bərəkət versin. Allah Allah'ın ağzını gəlişində süfrəmizi bərəkət versin. Ağamızın gəlişində Allah versə, gözəl günlər, belə güzün satan bir süfrə olursa bunu biz Allah nəsib etsin. Bunu yeter bir salavat inşallah. Allah sana can sağlığı versin. Allah ömrüne bereketler versin.